Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmet Nəşriyyatın Azərbaycan dili test toplusundan kitab və ara sözlər mövzusunda olan sualların izahına baxacağıq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək suallara. Deməli, birinci sualda deyil, hansı cümlədə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz işlənimi, yəni kitab və ya ara söz. Birinci cümlədə poeziya insan qəlbindən qopub gələn simfoniyadır. Yoxdur. İkinci cümlədə yazın əsərlər arası əlaqə şəkillərindən biridir. Burada da yoxdur. Üçüncü cümlədə də yoxdur, görünür. Dördüncü cümlədə D variantda ürəyin qadını, kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd. Burada da yoxdur. Unutma, oğlum, burada oğlum xitabı görünür. Cavab D variantı. İkinci sualda deyir ki, görəsən o da bunu bilirmi? Akif müəllim cümləsinin təhlilinə aid olan fikri müəyyən eləyin. Deməli, burada görəsən ara sözü işlənibdir. Akif müəllim xitabı işlənibdir. Ara sözdən sonra nida işarəsi işlədilə bilər? Xeyr, işlədilməz. Sözlərin hamısı qrammatik əlaqədədir? Xeyr, görəsən və Akif müəllim əlaqədə deyirlər. Kitab mürəkkəb adla ifadə olunub. Bəli, Akif müəllim mürəkkəb addır. Ara söz təəssüf bildirir, xeyr, güman şübhə bildirir. Xitabın ifadə vasitəsi xüsusi isimdir, xeyr, xüsusi isim deyil, mürəkkəb addır. Akif olsaydı xüsusi isim idi, amma Akif müəllim, Akif həkim, bunlar mürəkkəb addır. Daha sonra, üçüncü sualda ara sözlərə aid məntiqi ardıcılığı tamamlayın. Deməli, doğrudur, düzü, doğrusu, bunlar təsdiq bildirənlərdir. Çox güman ki, təsdiq bildirənləri istəyir, o da ki, A variantında həqiqətən. Dördüncü sualda Lalə rəngindəki yanğın de nədir? Niyə məlulsan? Adağlar qızı. Deməli, burada Lalə və Adağlar qızı ifadəsi hər ikisi xitabdır. Nümunəyə aiddir. Nümunədə ara söz işlənib, xeyr işlənməyibdir. Bir sadə, bir də mürəkkəb xitab işlənibdir. Bəli, Lalə sadə xitabdır, sözlə ifadə olunub. Dağlar qızı da mürəkkəb xitabdır, söz birləşməsi ilə ifadə olunub. Beşinci sualda hansı cümlədə qrammatik cəhətdən cümlə üzvü ilə bağlı olmayan söz işlənib, yəni yenə də xitab və ya ara söz istəyir. A variantında yoxdur. Bu yolun sonunda məqsədə çatmaq görünür. B variantda elmi məqalənin sonunda xülasə yazıldı. Xülasə isimdir burada. Bu tədris ilinin sonunda nəticələrin əla olacaq. Burada da yoxdur içinə. Demək sən bu işlərin əvvəlini bilirsən. Demək burada ara sözdür. Altıncı sualda hansı nümunədə ara sözə aid vurğu işarəsini çıxarsaq, həmin söz müstəqil cümlə üzvü kimi işlənir. Yəni ara sözün vergülünü çıxarırsan və o avtomatik çevrilir müstəqil cümlə üzvünə. Deyəsən artıq başa düşürlər ki, xeyr, deyəsəndən sonra vergülü çıxarsaq, deyəsən yenə heç nə dəyişmir. Yəni vergülü oradan silə bilmərik, bu səhv olacaq avtomatik. Dünən evdə məşğul ikən zəng etdiyi görünür. Zəng etdiyi görünür. Bu xəbər mövqeyindədir və durğu işarəsi də yoxdur. Ümumiyyətlə, bizə deyir ki, durğu işarəsini çıxarsaq, getdi. Müxtəsər vurma düsturlarını say. Bu cavab. Niyə? Hazırda müxtəsər ara sözdür. Vergülü çıxaran kimi o müxtəsər vurma düsturları. Hansı vurma düsturları? Bu avtomatik sifət mövqeyinə keçəcək. 7-ci sualda məntiqi ardıcılığı davam etdirin. Məna növü. Gərək ki, sözsüz ki, mən bilən, heyf ki, gərək ki, güman şübhə, sözsüz ki, təsdiq, mən bilən, fikir mənbəyi, heyf ki, təəssüf. Baxaq, burada olmayanı seçəcək. Görək ki, görəsən, güman şübhə bildirir, var. Olmaya, güman şübhədir, orada var. Həqiqətən təsdiqdir, var. Doğrudur, təsdiqdir, var. Bir sözlə ümumiləşdirmə bildirilir. Cavab C variantı. İsmi birləşmə ilə ifadə olunmuş xitabın işləndiyi hansı cümlədə ara söz işlənib? Xitab da işlənib, ara söz də işlənib, xitab ismi birləşmə ilə ifadə olunub. Qardaşım, sözlə ifadə olunubdur. B variantında xitab yoxdur. C variantında şübhəsiz ki, ara söz var. Doğma vətən xitab da var, ismi birləşmə ilə ifadə olunubdur. Cavab C. Ey Füzuli şeirlərinin bir bəstəkar qardaşı, şöhrət tapdı adınla bizim ana yurdumuz. Burada birinci misra tamamən xitabdan ibarətdir. Üçüncülə ismi birləşmə ilə ifadə olunubdur. Xitabla bağlı doğru fikri istəyir. Mürəkkəb xitablar işlənib, xitablar yox, bir dənə xitab işlənib cəmi. Nida xitabın quruluşunu dəyişib, xeyr, nida heç vaxt quruluşu dəyişə bilmir. İsmi birləşmə ilə ifadə olunub, bəli, üçüncü növ ismi birləşmə ilə ifadə olunub, cavab C variantıdır. 10-cu sualda xitab haqqında doğru fikirləri müəyyən edin. Cümlədəki yeri sabit deyil, bəli, doğrudan da xitabın cümlədəki yeri sabit deyil. İkincisi, xitabın cümlə üzvlərindən sonra işlənməsi qrammatik normanı pozur, xeyr, pozmur, sabit deyil. Çünki çərvətli yeri xitab cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilmir. Bəli, düzdür. Xitabın ifadə vasitəsində müxtəlif tabelik əlaqəsi ola bilər. Bəli, ola bilər. Məsələn, yazıram ki, mənim dostum. Mənim dostum.
bura gəl. Düzdür, belə bir cümlə yazdıq. Bax, xitab nə ilə ifadə olunubdur? Mənim dostum söz birləşməsi ilə. Üçüncü növ ismi birləşmə. Üçüncü növ ismi birləşmənin tərkibində hansı əlaqə olur? İdarə olur və uzlaşma olur. Yəni, deyək ki, kitabın tərkibində sintaktik əlaqə ola bilər. Bu da doğru fikirdir. Dördü də götürürük. 5. Hər zaman xitabdan sonra vergül olur. Xeyr, nida da qoyula bilər. 1, 3, 4 cavab olmalıdır. B variantı. 11-ci sual kitabın müəyyən edilməsi baxımından biri fərqli düşünülə bilər. Akif, Asəf və Əlinin hər ikisi üçün xeyli kitab vardı. Fikir verdik ki, hər ikisi üçün. Yəni burada 100% Akif xitabdır. Asəf və Əli üçün kitab almaqdan söhbət gedir. Yəni burada 100% Akif xitabını müəyyən eləyə bilirik. Bu dəqiqdir. Dəqiq. Sonra əziz dostum, burada da xitabdır. Burada da dəqiq xitab var. Anar, Eyvazı və Nicatı toya çağırmalısan. Burada 100% anar sözü xitabdır. Bu da dəqiqdir. Niyə? Çünki Eyvazı və Nicatı ifadəsində görürsünüz ki, şəkilçi ixtisar olunmayıbdır. Əgər bunlar həmcins olaraq düşünülsəydi, gərək Eyvazı sözündə I şəkilçisi olmayaydı. Çünki ixtisar prosesi aparılırsa, yalnız son sözdə şəkilçi saxlanılmalıdır. Amma burada ikisində saxlanılır. Bu deməkdir ki, burada ixtisar aparılmayıbdır. Burada anar sözü xitabdır. Eyvazı və Nicat sözü isə tamamlıq mövqeyində işlənibdir. Burada dəqiqdir. İbrahim, Akif və İsabala uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Burada dəqiq deyil. Burada dəqiq deyil. E variantında da Tural sözü 100% xitabdır. Bu da dəqiqdir. Deməli, cavab olacaq D variantı. Orada xitab olub, yoxsa həmcins üzv olması dəqiq deyil. Ara sözlərin işlənmə şəkli ilə bağlı məntiqi ayrıcılığı tamamlayın. Məncə söz formasındadır. Mənim fikrimcə söz birləşməsi formasındadır. Cümlə formasında olan da E variantındadır. Məna növünə baxmayın ha burada. İşlənmə şəkli deyir çünki. Söz birləşməsi və cümlə formasında olur. Ona görə cavab E variantı olacaq. 13-cü sualda əziz həmkarlar, işimizə məsuliyyətli yanaşaq cümləsindəki xitabın təhlilinə aid olan fikirləri seçin. Deməli, əziz həmkarlar xitabdır və nə ifadə olunub? Birinci növ ismi birləşmə ilə ifadə olunubdur. Baxaq, sifətlə ifadə olunan təyini işlənib. Yəni, təyin olmur axı o cümlədə. Kitabın təyin edicisi ola bilər, amma təyini olmur. Yəni, təyin olmur ki o. Sonra, mürəkkəb ismlə ifadə olunub, xeyr, söz birləşməsidir. İsm birləşmə ilə ifadə olunub, bəli, cavab olmalıdır, C variantı. Hansı variantdakı ilk söz həm xitab, həm də həmcins üz kimi düşünülə bilmir? Yenə də bayaq kimi oxşar şey axtaracağıq. Burada cavab C variantı olacaq. Çünki fikir verirsə, Lalə sözündə şəkilci yoxdur, amma Nərgizi və Ramilənin sözündə şəkilci var. Yəni burada 100% Lalə sözü xitabdır, Nərgiz və Ramilənin sözləri isə həmcins üzvlərdir. Lalə sözü həmcins üzv kimi düşünülə bilməz. Məsələn, Nərgiz sözündə i şəkilcisi olmasaydı, hə, düşünə bilərdik. Ona görə cavab C variantı. 15-ci sualda hansı cərgədə fikrin mənbəyini bildirən ara sözlər verilib? Bu da rahatdır, sadəcə əzbərdir. A deyil, B deyil. Cavab D variantıdır. Mən bilən, dədə-babalar demiş, atalar demişkən. Cavab olmalıdır D variantı. Sonra 16-cı sualda xitab və ara sözlərlə bağlı doğru fikri tapın. Cümlə şəklində ola bilir, xitab xeyr, ola bilməz. Cümlə üzvləri ilə qrammatik əlaqəyə girə bilirlər, xeyr. Əksinə, müraciət bildirən söz və birləşmələrdir. Xitab hə, ara söz yox. Mürəkkəb sözlərlə ifadə olunduqda quruluş isə mürəkkəb olurlar, xeyr. Təbii ki, mürəkkəb söz sadə anlayış olur. Məsələn, deyirəm ki, nə götürək? Hər az bir mürəkkəb söz olsun, fərqi yoxdur. Onu xitab mövqeyində işlədir, o sadə xitabdır. Söz və söz birləşməsi şəklində işlənə bilirlər, düzdür. Cavab E variantı. Kaman çalan kimdir o? Bəxtiyar. Cümləsindəki xitabın təhlilinə aid olan fikri müəyyən edin. Buradakı bəxtiyar sözü xitab mövqeyindədir. Daha görək doğru fikir nədir? Deməli, formaca ikinci şəxsdədir. Xeyr, formaca üçüncü. İstənilən xitab formaca üçüncü şəxsdə olur. Bu səhvdir. Məzmunca ikinci şəxsdədir. Bəli, məzmunca ikinci şəxsdə olur. Ümumiyyətlə, formaca üçüncü şəxsdə olur. Məzmunca ikinci şəxs məzmunu daşıyır. Xitab hər zaman. Ona görə cavab olmalıdır B variantı. 18-ci sualda deyir ki, hansı cümlədə birinci söz xitab kimi də, həmcins mübtəda kimi də düşünülə bilməz. Anar, Həsən, Hüseyin bizim şagirdlərimizdirlər. Düşünülə bilər. Vidadi, sən və Əli bugün bizə gəlin. Bu da düşünülə bilər. Aygün, mən və Nərmin onu sahilə qarşıladı. Aygün, Aygün edirəm ki, Aygün, mən və Nərmin onu sahildə qarşıladık.
qarşıladıq. Bu xitabdır. Həmçinin deyirəm ki, Aygün, mən və Nərmin onu sahildə qarşıladıq. Həmcins düşünülür bu da. D variantı Elçin, Əli və Anarla bu gün gələrsən. Bu da düşünülür. Amma bir fərq var. Burada xitab, Elçin sözü xitab kimi düşünülür. Düşünülür. Elçin, Əli və Anarla bu gün gələrsən. Həmçinin mən bunu Elçinlə, Əli ilə Anarla bu gün gələrsən formasında işlədə bilərəm. Məsələ budur ki, bu həmcins mübtəda yox, həmcins tamamlıq olur. Amma bura mübtəda yazıb. Düşünülə bilməz dediyi üçün məhz cavabımız olmalıdır D variantı. Ayrılıqda müstəqil ismi xəbər kimi işlənə bilən söz hansı cümlədə cümlə üzvü deyil? Çox güman ki, burada düzdür, doğrudur sözləri nəzərdə tutur. Ayrılıqda onlar ismi xəbər ola bilirmi? Bəli, olur. Amma nümunə daxilində cümlə üzvü deyil, ara sözdür. Cavab olmalıdır C variantı. 20-ci sualda deyir ki, hansı cümlədə işlənmiş ara söz müstəqil olaraq ismi və feili xəbər kimi işlənə bilir? Bu da 100% düzdür sözüdür yenə də. Düzdür söz, çünki bu həm ismi xəbər olur ayrılıqda, həm feili xəbər olur, həm də ki, ara söz kimi işlənə bilən sözdür. Cavab olmalıdır D variantı. Bu sual, ümumiyyətlə, bu düzdür sözü ilə bağlı bu formada fikir səhv etmirəmsə, 21 idi ya da 22-ci ildə imtahanda var idi. İmtahanında. Hansı cümlələrdə xitab olub olmadığını dəqiq demək olmur, bəzi durğu işarələri buraxılıbdır. Deməli, bir, elə demə, ata hər şeyi yoluna qoy. Burada bir olar. Deyirəm ki, elə demə, ata hər şeyi yoluna qoyacaq. Deyirəm ki, elə demə, ata hər şeyi yoluna qoyacaq. Yəni, buradakı ata sözü həm mübtəda, həm də xitab ola bilər. Ona görə biri götürürəm. İki dedik ki, qardaşım Əli kitabxanaya getmək üçün evdən çıxdılar. Aha, baxaq. Qardaşım, fikir ver. Çıxdılar, xəbər cəmdədir. Bu demək ki, qardaşım və Əli çıxdılar. Yəni, burada qardaşımla Əli sözləri həmcins mübtədalardır. Qalib, Elnur və Azər qayıqla çayı keçib kəndə çatdılar. Və burada qalib sözü xitab ola da bilər, olmaya da bilər, bayaqki qaydada. Yəni, qalib, Elnur və Azər qayıqla çayı keçib kəndə çatdılar. Bir də ki, qalib, Elnur, Azər. Formada sadalanmış da ola bilər. Üçü də götürürəm. Qonaqlar sənin etdiklərinə xəbər tutacaqlar. Burada ümumiyyətlə xitab yoxdur. Düşünülə bilmir. Kamil insan kimi davranmaq bu qədər çətindir. Kamil insan, necə insan? Bir də kamilə deyirəm ki, kamil insan kimi davranmaq bu da qədər çətindir. Kitab da ola bilər. Cavab olmalıdır 135 B variantı. Daha sonra 22-ci sualda hansı nümunələrdə ara söz var, modal söz yoxdur? Sadə sualda ara söz var, ara söz var, modal söz yoxdur. Yəni, söz birləşməsi formasında işlənən ara sözləri axtaracaq. Deməli, 1. Sözün doğrusu. Ara sözdür, modal söz deyil. 2. Fikrimcə modal sözdür. 3. Mən bilən. Ara sözdür, modal söz deyil. Çünki söz birləşməsi formasındadır. 4. Müdirin dediyinə görə şirkət müflis olmayıb, hamı öz işinə qayıt. Yox. Bir dəqiqə. 3-ə baxın, burada bəlkə də söz var. Bu həm də modal sözdür. Bu olmaz. Müdirin dediyinə görə şirkət müflis olmayıb, hamı öz işinə qayıtmalıdır. Burada müdirin dediyinə görə ara sözdür, amma modal söz yoxdur nümunədə. 5. Sabah necə deyərlər? Toy bayramdır. Bunu da ötürərik. Necə deyərlər? Ara söz olur, amma modal söz olmur. Çünki burada bir söz yoxdur, burada iki söz var. 1, 4, 5 olmalıdır. Cavab hanı? C variantı. Sonra, hansı cümlədə ara söz olub olmadığını əminliklə demək olmur? Yəqin etdim ki, Habil 2 ildən 2 işdən birini seçəcək. Burada 100% yoxdur. Təəssüf hissi ilə bildirəm ki, siz növbəti mərhələyə keçməmişsiniz. Burada da təəssüf sözü 100% isimdir. Yəni, burada dəqiq demək olur. Biz dəqiq demək olmayan axtarıq. Sözsüz mahnıları daha çox bəyənirdim. Burada bax, vergül var. Vergül varsa 100% ara sözdür bu. Bu da 7. Şübhəsiz münasibətlər daha uzun ömürlü olur. Burada şübhəsiz sözündən sonra vergül qoyulmayıbdır. Bu 100% sifətdir. Məsələn, durğu işarələr buraxılıb şərti qoyulsaydı, bunu düşünmək olardı. Amma ki, durğu işarələr buraxılıb şərti yoxdur. Yəni, bu 100% sifət mövqeyindədir. E variantda xülasə, tezis və məqalə bir-birlərindən ayrı xüsusiyyətlərə malikdir. Baxın, xülasə, ümumiləşdirici söz kimi işləyə bilər. Tezis və məqalə bir-birindən ayrı xüsusiyyətlərə malikdir. Xülasə sözü olar ara söz. Həmçinin deyirəm ki, xülasə, tezis, məqalə, bunlar hamısı isim olaraq sadalanmış da ola bilər. Ona görə cavab olmalıdır E variantı. 24-cü sualda deyir ki, cədvəldən bütün uyğun cümlələri müəyyən edin. Cümlədə xitab olsa da ara söz yoxdur. Cümlədə həmcins üslər olsa da əlavə yoxdur.
Deməli, ay oğul olmaya, bax burada ay oğul xitabdır, olmaya da ara sözdür. Hər ikisi var. Bizə deyir ki, xitab olsun, ara söz olmasın. Bilirsən, vidadi sözün doğrusu, vidadi xitabdır, sözün doğrusu da ara sözdür. Heyif ki, ara sözlü göz yaşlarımızla bu yanğını söndürə bilməyəcəyik. Burada ara söz var, xitab yoxdur. Bizdə əksinə olmalıydı. Bu da etdi. Daha sonra cümlədə həmcins üzvlər var, əlavə yoxdur. Baxıram ki, şeir mədəniyyət incəsənətdir. Şeir mədəniyyət incəsənətdir. Burada mədəniyyətlə incəsənət həmcins üzvlərdir. İncə ruh, incə zövq, incə sənətdir. Hələ burada da ruhdur, zövqdür, sənətdir. Bunlar da həmcinsdir, amma əlavə yoxdur burada. 4-ü götürməliyik. Ölməz bu gözəl aləmə idrakla gələnlər, məna evinin sirrini vicdanla bilənlər. Bax, ölməz xəbər kimi ölməz? İdrakla gələn məna evinə, bu gözəl aləmə idrakla gələnlər, bir də ki, məna evinin sirrini bilənlər. Bunlar hamısı bu bir mübtəda, bu da ikinci mübtəda. Həmcins mübtədalardır. Cümlədə həmcins mübtədalar var, amma əlavə yoxdur. 5-i də götürməliyəm. Cavab olar 4, 5, yəni B variantı. Daha sonra 25-ci sual. Kitabın sərbəst söz birləşməsi ilə ifadə olunduğu nümunələri müəyyən eləyin. Yəni ki, frazeoloji birləşmə olmasın xitab. Söz birləşməsi sərbəst söz birləşməsi üstəlik. Deməli, mən sənə bir dəfə aldandım gülüm. Burada sözlə ifadə olunubdur. Zəhmət çəkənlər söz birləşməsi deyil, frazeoloji birləşmədir. Bunu da silirik. Daha sonra keçirik sağ tərəfə. Səsimizə səs verir dünya baş bilənləri. Ümid sənədir ancaq Azərbaycan əskəri. Bax, sərbəst söz birləşməsi Azərbaycan əskəri 3-ü götürdüm. Qapıda dayananlar sərbəst söz birləşməsi 4-ü götürdüm. Ey həmdəmim səni qanə qərq eylər. Ey həmdəmim xitabdır, amma bu nida ilə işlənmiş sözdür. Ona görə söz birləşməsi deyil. Cavab olmalıdır 3, 4, yəni D variantı. 26-cı sualda verilən fikirlərin doğru və ya yanlış olmadığını müəyyən edin. Cümlənin sonunda gəldikdə bir qayda olaraq ondan əvvəl vergül, sonra isə nöqtə işarəsi qoyulur. Xeyr, sual işarəsi də qoyula bilər, nida işarəsi də qoyula bilər. Bu yanlışdır, özündən sonra yəni. Özündən sonra bir qayda olaraq nöqtə işarəsi qoyulur deyə bilmərik. Birincisi yanlışdır. İkincisi, xitab məzmunca ikinci şəxsdədir. Bəli, doğrudur. Xitab məzmununda ikinci şəxs məzmunu daşıyır. Feilin təsriflənməyən formalarından yalnız feili bağlama ilə ifadə olunur. Əksinə, feili bağlama ilə məsdərlə ifadə olunmur. Xitabla mübtədanın ortaq xüsusiyyəti müraciət bildirməlidir. Yanlışdır, mübtəda müraciət bildirmir. Yalnız müraciət olunan əşyanı bildirə bilər. Yalnız müraciət olunan əşyanı bildirə bilər. Müraciət olunan şəxsi bildirməlidir. Müraciət olunan şəxsi bildirməlidir. Yəni əşyanı yox. Ona görə çox güman ki, bu da yanlış götürürlər. Deməli, bir dənə doğrusu ikinci olur. Bir dənə doğru olan ikinci olur. Bu da C variantındadır. C variantında bir dənə doğru olan ikincidir. Qalan hamısı yanlışdır. 27-ci sualda ara sözlərə aid olan, yəni doğru fikir axtarırıq. Modal sözlərlə ifadə olunaraq eyni qrammatik bölmədə eyni vəzifəni yerinə yetirir. Təbii ki, səhvdir. Eyni qrammatik bölmə. Biri morfologiyada öyrənir, biri sintaksisdə. Ona görə bu səhv olar. Səhv olar, A variantını silək. Daha sonra B variantında deyir ki, əsasən cümlənin sonunda işlənir, səhvli yeri sərbəstdir. C variantı cümlə formasında olan ara sözlər bitmə intonasiyasını itirir. Bəli, doğrudur. Məsələn, doğrudur, düzdür, görünür. Bunlar cümlə formasında olan ara sözlərdir. Əgər bitmə intonasiyasını saxlamış olsalar, onlar artıq ara söz mövqeyindən çıxırlar, cümlə olurlar müstəqil. Onlar bitmə intonasiyasını itirib, yalnız ara söz mövqeyini saxlayıblar. Ona görə cavab məhz olmalıdır C variantı. 28-ci sualda ismi birləşmə ilə ifadə olunmuş xitabı seçin. Dünən bura gələnlər feili birləşmədir. Məqsədə çatmaq üçün adil sözdür. Yoldaş əskərlər. Cavab C variantı ismi birləşmə ilə ifadə olunubdur. Daha sonra 29-cu sualda mürəkkəb xitab işlənmiş cümlələri seçin. Saday sadə xitabdır. Mənim igidim mürəkkəb xitabdır, çünki söz birləşməsi ilə ifadə olunubdur. 3-də yurdumun igidləri söz birləşməsi ilə ifadə olunan xitabdır. 4-də əmirli sözlə ifadə olunubdur. 5-də sən bizim elləri viran qoyacaqsan. Burada isə yoxdur. Cavab olmalıdır 2-3 E variantı. Daha sonra 30-cu sualda vətən yurdu, doğma ocaq, bəxtiyar insan, sənin qartal qanadınla mən uçacağam. Vətən yurdu, doğma ocaq, bəxtiyar insan, bunlar bizim kitablarımızdır. Bunlarla bağlı doğru fikir axtarırıq.
İsmi birləşmə ilə ifadə olunur. Bəli, üçü də ismi birləşmədir. Fərqli obyektlərə müraciət var. Vətən yurduna, doğma ocağa, insana. Və vətən yurdu ilə doğma ocaq eynidir, amma ki, Bəxtiyar insan fərqli obyektdir artıq. Ona görə fərqli müraciət kimi düşünmək olar bunu. Xitabların ifadə vasitəsi isimdir, xeyir söz birləşməsidir. Xitablardan biri uzlaşma əlaqəsində əsas tərəfdir. Xitab uzlaşma əlaqəsində olmur. Sadəcə xitabın tərkibində uzlaşma əlaqəsi ola bilər. Ona görə bu fikir səhvdir. Cavab 1-2 olmalıdır. A variantı. Daha sonra 31-ci sualda deyir ki, hansı nümunələrdə xitab vardır? Deməli, bir də ey vay, utitellər yenə dərkkar olacaqdır. Burada yoxdur. Bundan sonra qıl tövbə dəxi məktəbə getmə. Bircə usan oğlum. Şeiri biabr elədik. Deməli, 2-ni götürdük. 3. Ah, bircə görəydim səni, ey sevgili varis. Burada da var. Daha sonra 4. Qoy küçədə naz ilə xuram eləsin oğlun. Öz xoşladığı əmrə qiyam eləsin oğlun. Burada xitab yoxdur. Qətən quruyub cisimdə qanları görürsən. Arifsən, özün yaxşı yamanları görürsən. Burada yoxdur. Biçarə kişi xitabdır. Var burada. Ey qafil xitabdır. Burada da var. 2, 3, 6, 7. Cavab olmalıdır. B variantı. 32-ci sualda ara söz işlənməyən cümlə hansı bənddədir? Necə deyərlərsə elə də edərlər. Burada deyərlər xəbər, necə zərflik. Burada ara söz yoxdur. Cavab A variantıdır. Təəssüf ki, burada ara sözdür. Heyif ara sözdür. Məncə ara sözdür. Olmaya ara sözdür. 33-cü sualda cədvəldəki uyğunsuzluğu müəyyən edin. Qurduqca sadə xitab iştirak edir. Uyğunsuzluğu istəyir. Baxaq. Deməli, ey qəlb qıranlar var. Ey qəlb qıranlar sadə xitabdır. Qəlb qıran çünki frazeoloji birləşmədir. Sadə xitab iştirak edirmi? Bəli, eləyir. Bu düzdür. Əziz müəllimim. Əziz burada xitabdır. Fikir və vergüllə ayrılıbdır. Burada sadə xitab var. Vətən oğlu mürəkkəb xitabdır. Bu gün hər qarış torpağımızın sənə ehtiyacı var. 3-ü götürürəm. Bu uyğunsuzluq yaradır. Çünki bu mürəkkəb xitabdır. Quruluşca mürəkkəb xitab iştirak eləyir. İndi biz buradan olmayanını axtarırıq da. 4-ə baxın, A uşaqlar. A uşaqlar sadə xitabdır. Nida ilə işlənə bilir. 4 götürürəm. 5 hörmətli qonaqlar mürəkkəb xitabdır. Burada işlənə bilir. 6 A qardaş sadə xitabdır. Burada mürəkkəb xitab işlənməyib. Ona görə 6-da uyğunsuzluq yaradır. 3, 4, 6 cavab olmalıdır. A variantı. 34-cü sualda sual işarəsinin yerinə yazılacaq hansı cümlə yalnız bir şərtin tələbini ödəyəcək. 3 dənə şərt var. Bizə deyir ki, 3 şərtdən biri ödənsin. Deməli, xitab sözlə ifadə olunmayıb. Ara söz təsdiq bildirir. Cümlədə feili bağlama yoxdur. Gözəl balalarım, xitab sözlə ifadə olunmayıbdır. Söz birləşməsi ilə ifadə olunub. Biri plus qoyduq. Bir tələb ödəndi. Sonra deyəsən, ara söz təsdiq bildirir, xeyr təsdiq bildirmir, güman şübhə bildirir. Mətni oxuyarkən feili bağlama var, amma bura yoxdur yazdığı üçün buna da minus qoyduq. Cavab A variantı çıxır avtomatik. 3 şərtdən biri ödəndi. Bizə deyir ki, bir şərtin ödəsin. Bax, xitab sözlə ifadə olunubdur. Baxıram ki, xitab sözlə ifadə olunmayıb. Baxıram ki, doğrudan da gözəl balalarım söz birləşməsi ilə ifadə olunubdur. Ara söz təsdiq bildirir, deyəsən güman şübhə bildirir. Buna da minus qoydum. Mətni oxuyarkən burada feili bağlama işlənib, amma şərt qoyub ki, feili bağlama yoxdur, ona görə buna da minus qoydum. Deməli, biri uyğundur, ikisi uyğun deyil. Cavabımız olmalıdır A variantı. Daha sonra 35-ci sualda deyir ki, boş xanalara sağdan sola ardıcıllıqla hansı ara sözlər yazılmalıdır? Deməli, məna növünə baxaq, bunun həmçinin quruluşuna baxmalıyıq. Bir çox məqam var burada. İndi baxaq görək hansı məntiqi hesablayıblar, hansı məntiqi nəzərə alıblar. Deməli, baxaq görək xülasə, axır ki, bu birinci sətir fikir verirsə, nəticə ümumiləşdirmə bildirənlərdir. Nəticə. Yəni, birinci sətrə nəticə yazarıq. İkinci sətrə baxın, bəlkə də, ehtimal ki, burada güman şübhə bildirənlər var. Güman şübhə bildirənlər var. Şübhəsiz, sözsüz. Burada nə var? Burada isə təsdiq bildirənlər. Təsdiq və ya yəqinlik bildirənlər var. Birincisini deməli nəticə bildirənlər yazmalıyıq. Olsun ki, olmaz. Qalanları olar. İkincisinə güman şübhə bildirən yazmalıyıq. Baxıram ki, olan bilsin nədir? Ola bilsin ki, bu gedibdir.
Olmaya ola bilər, yaxşı ki, təsdiq bildirir, ola bilməz. Güman ki, ola bilər, gərək ümumiyyətlə modal söz, ara söz deyil. Bu da ola bilməz. Üçüncüsündə də nə yazılmalıdır? Təsdiq bildirənlər. Baxıram ki, təbii ki, təsdiq bildirir, düzdür, təsdiq bildirir. Aha, deməli, B variantı da uyğun gəldi, D variantı da uyğun gəldi. Burada nəyi gözümüzdən qaçırdıq biz? Burada nəyi gözümüzdən qaçırdıq? Baxaq elə. Təbii ki, düzdür, yerindədir, olmayan yerindədir. Ümumiyyətlə ara sözdür. Ümumilikdə ara söz deyil. Ümumilikdə ara söz deyil. Hə, ona görə bu da gedər, bu da gedər. Yerdə qalar D variantı. D variantı əlqərəz, güman şübhə düzdür. Bu qədər hələlik. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.